Salamlar, hər vaxtınız xeyir. Mən Günel Qacar. Bu dəfəki videomuzu dərsin içərisindən çəkirəm elə və hamı da tələbələrimiz də burada oturub. Deməli, onlar da edəcək, siz də eyni şəkildə testi yazacaqsınız. Testimiz isə DİM kitabından 4-cü bir mətindir. Bu mətni mən ekrana da qoyacağam və videonu dayandıracağım. Siz həmin o testi eləyin. Eyni şəkildə burada tələbələrimiz də o testi edir və tələbələrimizə də baxaq. Yazırlar, bəli, çox qəşəng şəkildə yazırlar. Eyni şəkildə sizdən də həmin o mətni işləməyinizi istəyirəm. Daha sonra isə həm sizə, həm də tələbələrimizə həmin mətni izah edəcəm. Davam edək. Deməli, 16-cı testimiz A, B, B. Bilirsiniz ki, bu sualımız, əgər 3 dənə düzgün cavab versəniz 0.5 bal alacaqsınız, 4-ünə də düzgün cavab versəniz 1 bal alacaqsınız. Uşağa narahat olmayın, qəşəng rahat şəkildə danışın. Hamı videoda narahat olur, normal şəkildə danışırıq. Deməli, 16-da kimdə hamısı düzdür bunların? Allah, o düz olmayanlar? Düz olmayanlar mənim sualı var, düz olmayan şəxs. Hə, şəxsin... Yaxşı, baxarıq. Səhvlərə bir-bir baxacam indi, gələcəm. Deməli, 17D, 18C, 19D, 20-də isə 1 və 2. Hamısı düz olan bir nəfər. Bircə nəfər. Bir səhv var, bir səhv yox. Mən hamısını düz istəyirəm. Bir nəfər o boyda biabırçılıq. Gedək düzgün 15 eski qrupundayam, hamı bilsin. Biabır eləmək üçün, bəli. Deməli, uşağa 4-cü mətnin indi izahına gedirəm. Baxın, bizim elə birinci abzasımız başlığı boşluqdur. Deyir ki, bu cümləni doldurun da, düz demirəm və dostlar, bu bizim istisnasız bir sualımızdır. Deyir ki, cümləni başladın. Belə testdə bütün bir abzasa baxmayın, ikinci cümləyə baxın. İkinci cümləniz həmişə birinci cümlənin əlaqəli olmalıdır. Mənim ikinci cümləm nədir? Deyir ki, bir neçə vaxt əvvəl, bir neçə il əvvəl bu ada sel tərəfindən yuyulub aparıb da yox olub və bilinməyib ki, niyə görə yuyulub aparıb və bilinmir ki, küləkdirmi, yoxsa zəlzələmi olub, nəsə bilinmir səbəb. Yaxşı, bu neçənci sualımda? 17-ci sualımda qaydaram 16-ya. 17-ci sualımızda bu hissə nə idi? Deyir ki, birinci paragraf nə ilə başlasın? Çox adam B variantı yazıb 17-ci suala, çox güman ki. Yəni, burada səhvlik nədir? 17-də niyə B olmaz? B-də deyir ki, B-də deyir ki, Kiribati deyir ki, Pacific Ocean'ın içərisində yerləşən bir adaydı. Arxasında onda mən bu adanı danışmalıydım. Amma ikinci cümləm nədir? Deyir ki, yox olub illər əvvəl, insanlar qorxur. Yəni, mənim bununla əlaqəli bir cümləm olmalıdır. Y variantına baxaq, yox, D variantına. The people of Kiribati are afraid that one day in the near future their country will disappear. Bu əhali çox qorxur ki, yaxın gələcəkdə yenə ləğv oluna bilər onun adı. Çünki arxasından deyir ki, illər əvvəl belə bir şey olub. Aydın oldu. Deməli, baxın, bir-birindən əlaqəli cümlələr olmalıdır. 16.1-ə baxın. 16.1-də nə deyir? Deyir, global warming is the main reason for the tides. Tide nə deməkdir? O tayətdir, yorğun. Tide nədir? Növ yox, dalğa. Ay, sağ olun. Deyir ki, Kiribatini qorxudan bir əsas faktorlardan biri dalğadır. Bunu düzgün götürmüşük də global warmingdir. Çünki deyir, nə külək, nə bir şey, sonradan öyrənirlər ki, global warming bu şeyə səbəb olur. Axırıncı abzaslarda var, bəli. Sonra ikinci cümləyə baxıram. Island of the Kiribati are not higher than 2 meters. Bu test çox qəşəng testdir. Mətnimin içərisində gedirəm, baxıram. İkinci abzasda deyir ki, none of, ikinci abzasdaydı o. O, none of hissəsi. Bəli, deyir ki, none of the islands. None of the islands of Kiribati rises more than. None of nə deməkdir? İkinci abzasının axırıncı cümləsi. None of nə deməkdir? Adalardan heç biri 2-dən yuxarı deyil, düzgün deyir də bu da. Çünki none of inkarlıq gətirir.
16 3-ə baxıram. Coral Island can afford to solve. Afford nəyi də öyrənmişdik? Öhdəsindən gəlmək deməkdir. Deyir ki, öhdəsindən gələ bilir. Bu environmental problemi həll eləməyin öhdəsindən gələ bilir. Don't have any money. Bəli, don't have any money to afford it. Öhdəsindən gələ bilmir deməkdir. Yəni buna görə bu cümləmizi kontrol eləyə bilmir. Bəli, ona görə bu cümləmizi səhv götürürük. Sonra keçirəm nəyə? 16-4-ə. Sənayeləşmiş ölkələr bütün deyir ki, will take all measures to prevent the tides, qarşısını alacaqlar. Bunlar ümid eləyirlər ki, inşallah ki, bu sənayeləşmiş ölkələr qaydın qarşısını alar. Amma burada dəqiqliklə deyir ki, qarşısını alacaq. Axı əhali hələ ümid eləyir. Yəni başa düşürsünüz, ümid eləyirik ki, biz 25 yazacağıq. Amma o demək deyil, will write, 25 yazacaqsınız. 3 ilə 5 il var. Bəli, sonra 18-ci testə baxıram. The nations of the Pacific nədir əhali? Bunlar nə yazmışıq? C variantı are not rich enough. Kifayət qədər varlı deyildi. Hansı abzasdadır? Axırıncı abzasda deyir ki, they cannot afford expensive solutions. Cannot afford. Axırıncı abzasda bu var. Cannot afford nədir? Öhdəsindən gələ bilmir. Deməli, kifayət qədər varlı deyirlər də bunun öhdəsindən gəlməyə. Kim nə yazmışdı? A və D. A yazan kim idi? A'ya baxaq indi. Can easily control over pollutants released by large countries. Tərcüməsi nə deməkdir? Böyük ölkələr tərəfindən kontrol çirklənmə. Varmı bu abzasımızda? Yəni, mən bunu necə yazım artıq? Orada elə çirklənməyə dair kontrol elənir, global qarşısına alınır, global warming bu haqda yoxdur. Sonra D variantı yazan var. Are migrated to larger. Deyir ki, daha böyük sənayeləşmiş ölkələrə miqrasiya olunurlar, köçürlər. Bu haqda da məlumat verməyib axı. 19-da uşaqlar çox qəşəng testdir. Swallow sözü udmaq deməkdir. Bəli, burada variantlarda cover yazanlar çox olur. Cover üstünü örtmək deməkdir. Bəli, örtmək. Amma bu deyir ki, cümləyə bir dənə fikir verin. Deyir ki, Kiribati and the Marshall Island would be swallowed by the sea. Dəniz tərəfindən udula bilər. Yəni, udulmaq nə deməkdir? Bu yox olmaq, yeyilir, udulur. Başa düşdünüz? Yəni, dəniz də neyinir? Wash out eləyir, yəni yuyub aparır. Bəli, bəli. Dağıtmaq. Yenə də swallow sözünün pafosunu vermir də, elə bil. Müəyyən qədər washed out olduğuna görə başqa yerə gedir. Məsələn, orada eaten sözündə yazanlar olur. Əgər washed out olmasa, cover yenə daha məqbuldur. Amma yəni wash out burada silib apardı, yuyub apardı deməkdir. Qəşəng testdir, bəli. 20-ci testə baxıram uşaqlar. Why is the temperature rising on the island? Niyə görə qalxırdı temperatura, havanın temperaturu? Niyə görə? Aysa, fuel və coal burada yəni globala səbəb olur, global warmingə səbəb olur. Ona görə temperatur qalxır, global warming səbəb olur və tideslar olur, gəlir yuyub aparır. Birinci sualımın, why sualımın cavabı var. 2-yə keçirəm. What will happen if this situation gets worse? Nə baş verəcək əgər bu situasiya daha da pisləşsə? Bəli, insanlar əziyyət çəkəcəklər və bunlar ləğv olunacaq bura. Dedik axı, bu davam eləsə, yenə davam eləsə, wash out eləyib, bəli. 3-ə baxıram, neçə nəfər yaşayır? 4-ə baxıram, what contain the main food of the population of the... Əsas yeməyinin tərkibində nədir? Bu haqda da bir məlumat yoxdur. Dostlar, bu qəbul tipli testimizdir, bir mətnimizdir, 5 sual buradandır. Açıq suala əgər hər hansı bir şey səhv eləsəz bal gəlməyəcək. Yəni, ehtiyatlı olun, bu testləri çox olun, sizdə uğurlar.